baxırsınız ki, kimsə belə yüksəlir, yavaş-yavaş deyim ki, birinci özü gözəlləşir, maddi vəziyyəti gözəlləşir. Amma elə bir yerdə belə bir tutulur ki, o çəkilir aşağı. Yüksəlişi dərhal çöküşlə müşahidə olunur. Bu nədir? Bu nə? Onda aşağı varlıqlar o yüksək frekansda tutdular. O necə olur? Mən elə öz misalımda deyim də, yəni siz dedikləriniz hamısı mən yaşamışam. Ona görə mən insanlara izah eləmək daha asandır. Mən qalxdım bu işdə, düşdüm. Qalxdım, düşdüm, qalxdım, düşdüm. Niyə? Birinci qalxanda eqom tarazlanmamışdı, düşdüm. İkinci qalxanda aşağı titrəşimlərlə hələ bitirməmişdim, düşdüm. Onlarla bitirdim, sonra qalxdım. Üçüncü qalxışda ailə münasibətim hələ tam oturmamışdı. Ona görə düşdüm onları çözmək üçün. Hər dəfə biz düşdükcə daha da güclü qalxırıq. Amma məsələ burasındadır. İnsan düşəndə də yorulursan axı. Tükənirsən axı. Deyirsən mən nə qədər hələ bunu eləyəcəm. Mən həmişə demişəm, bu saat hamımızı işləsək, milyon dənə kodumuz var. Yoldaşımıza aid, ata-anamıza aid, aşağı varlıqlara aid. Bəlkə məndə də bir də görürsüz, gəlir. Aşağı varlığın hiss eləyirəm ki, nəsə havası gəlir mənə. Bu nədir? Bir də görürsüz, məsəl üçün, mən bu qədər öz üzərimdə işləməyimə baxmayaraq, bu qədər mələklərlə aktivəm, dualarımı eləyirəm, meditasiyamı eləyirəm. Mənə də arada bu negativ hava gəlir. Hiss eləyirəm ki, mələk deyil bu. Bu nəsə başqa bir şeydir. Hətta bir-iki dəfə səslərini də eşitmişəm. Kəs səsivi. Mən keçən dəfə 2 həftə bundan qabaq. Nəsə oturmuşam, belə qəşəng arzulara, xəyala dalmışam. Mənə belə kəs səsivi. Səs gəldi mənə. Bəli. Dedim, sən burada nə gəzirsən? Mən səni həyatımdan çıxartmışam, neçə vaxt həqiqi olan bir şeydir. Yəni çıxartmışam, sən burada nə gəzirsən? Gəlir mənə yoxlamağa, tətikləməyə. Mən tətiklənmədim. Mən dərhal gözümü yumdum, ya Allah zikr elədim və başa düşdüm ki, o mənə heç nə eləyə bilməz. Bax, bunu başa düşmək lazımdır ki, mən insan olaraq, mən möcüzəyəm, mən Allahdan gəlmişəm bu dünyaya, yəni o məni yaradıb, sən kimsən? Qorxmadınız da ondan? Mən qorxmadım, o bir dəqiqə içində çıxdı, getdi. Və evdə onun ab-havası hiss olunur axı. Dərhal hiss olunur. Yəni avtomatik olaraq əgər evdə neqativ varlıq varsa, sən o evə girirsən, artıq onu hiss eləyirsən, otağa girirsən, artıq onu hiss eləyirsən və mən hiss elədim ki, bir bulut gəldi, həqiqətən də bir ağırlıq çökdü üstümə və o sözümdən sonra ki, məsələn, sözümdən yox, enerjimdən sonra fərqindəlik açılıb, axı, bilirəm axı nədir. Mən onu qovdum. Çıxdı, getdi. O gəldi mənə yoxlamağa. Sistem belədir. Qalxırsan, gəlir səni yoxlayır. Səni ən zəif yerindən, ən qorxduğun, ən çəkindiyin, ən deyirsən, ay Allah, bir dənə bu hadisə mənim başıma gəlmir. Onda belə çıxırsın ki, bütün qorxularımızı bilir də. Əlbəttə ki, hər şeyi bilir və sən orada səhv buraxdınsa, enerjin gedəcək. Yox, əgər dedinsə ki, sən kimsən? Energetik olaraq, oturub onunla dialoq qurmursan. Sən deyirsən ki, sən kimsən? Məni Tanrı yaradıb. Mənim arxamda Tanrı var. Sən kimsən? Sən mənə heç nə eləyə bilmərsən. Mən bu oyuna getməyəcəm. Evimizdə məsələn dava, evdə davanı kimlər yaradır? Aşağı titrəşim yaradır da. Gəlir bir söhbət atılır ortaya, ona qıcıq verir, buna qıcıq verir, toqquşma baş verir, düzdürmü? Və sən ona huya gedirsən. Huya gedirsən və sənin enerji varlar orada sevinirlər özləri üçün. Amma sən nə edirsən? Sən hiss eləyirsən ki, hal-hazırda bir dənə bir şey atıldı ortaya ailədə. Nəsə yoldaşın nəsə gözünə yaxşı gəlmir. Onu atıblar onu. Nəsə atıblar. Amma sən yüksək frekansda olduğuna görə, müdrik olduğuna görə, sən başa düşürsən söhbət nədən gedir. Sən heç bir söz demədən məsələni həll eləyirsən. Energetik olaraq sən onun gözünün içinə baxırsan və o başa düşür ki, yox, mən oraya getmirəm. Mən artıq və konflikt olmur. Yəni biz indi hal-hazırda nə psixoloji bir vəziyyətdən danışırıq, nə də şuuraltı. Mən sizə sadəcə, yəni həqiqətən də həyatın bu biri tərəfindən danışıram. Heç kimin açıqlamadığı tərəfindən danışıram. Bax biz məsəl üçün kursda niyə nəticə görürlər? Yəni nəticə mən orada nə deyirəm? Mən orada qeyri-adi bir şey demirəm ki, düzdürmü? Mən öz mələklərimi aktivləşdirirəm. Tanrıdan güc istəyirəm və o güc və o mələklərin gücü
bütün ora gələnləri şəfalandırır. Mənim dediklərimi, mənim o göndərdiyim şəfalar hamısı paylanılır. Yəni nəticə oradan gəlir. Xüsusi bir qeyri-adi bir şey yoxdur. Və insan fərqindəliyi artdıkca, və hər zaman mən işlədiyim sözü şəfalanın, düzəlin, dəyişin, qalmayın bir yerdə. Siz artıq bütün bu aspektləri, bütün bu hissələri hiss eləyəcəksiniz. Ki mən biri gəlir məndən məsəl üçün deyir ki, endirim eləyərsiniz? Deyirəm yox. Niyə yox deyirəm? Ona görə yox ki, mən artıq özümdən razıyam, yox. Mənim içimdən o insana endirim eləmək gəlmir. Və mən artıq ürəyim aktivdir deyənə, ürək çakra aktivdir deyənə, mənim intuisiyam aktivdir deyənə, mən hiss eləyirəm ki, mənim ona verəcəyim yoxdur. Yəni mən ona endirim eləsəm də o məndən bir faydası görməyəcək. Yəni bu normaldır. Hər kəs məndən faydalanacaq deyə bir şey yoxdur. Və mən deyirəm yox. Amma insan gəlir mənə deyir ki, hə mənə endirim eləyə bilərsiniz və yaxud da hər hansı bir jest eləyə bilərsiniz. Deyirəm hə elə. Bir mesaj yazır ha. Sadəcə sual verir. Nə yalvarır, nə mənə öz problemini danışır, nə mənə uzun-uzadı səslər atır, xahiş edirəm, heç nə. Sadəcə deyir, olar eləyəsiz. Hə, içimdən gəlirsə eləyirəm. Çünki niyə? Mən açığam deyənə, mən başa düşürəm ki, mənim ona verəcəyim var. Və insan da şəfalanır. Yəni bu sistem belə gedir. Küçədə dilənçi görürsüz, sual verirsiniz. Hamısını köməkli göstərməli yox. Baxırsan ona, içindən gəlirsə ona 1 manat vermək, ver. İçindən gəlmirsə sənin ona borcun yoxdur. Bəzən olur, keçib gedirsən, ürəyində qalır, qayıdıb verirsən. Ürəyində qalırsa ver. Adi gəlib biri səndən kömək istəyir. Əgər içindən gəlmirsə, Eləmə. Eləmə. Çünki eləyib sonra peşman olmaqdansa, eləyib sonra düşünməkdən ki, mən ona yaxşılıq elədim, o da mənə belə elədi deməkdənsə, ondansa eləmə. Yəni, amma əgər içindən gəlirsə birinə yaxşılıq eləmək, o soruşmamışda siz ona elədikcə artıq o frekansı qaldırırsınız.